Bugün biz bu gözəl məkana yığışmaqda mən icazənizlə ilk öncə möhtərəm prezidentimizə minnətdarlıq eləmək istəyirəm ki, prezidentimizin bu gözəl abidənin bu məkanı seçməsi bütün Qərbi Azərbaycanlıların bir ziyarətgah ocağına çevrilib və daimi biz buranı ziyarət edirik. Bugün Ələsgər babamızın, Dədə Ələsgərin anım günüdür. Dədə Ələsgər öz həyatında, öz xoşbəxtliyini onda biz yaşadı ki, o mart ayında, yəni baharın gəlişində, bu gözəl bayram ərəfəsində həm dünyaya gəldi, həm dünyadan bir əsrdən sonra köçdü. Dünyasını dəyişdi. Dədə Ələsgərimizin bugünkü ziyarətində bütün Qərbi Azərbaycanlılar bir qəlblə, bir sevinçlə burada iştirak edirlər və bizim arzumuz odur ki, inşallah möhtərəm prezidentimizin dediyi kimi çox qısa bir zamanda bu bayramları, bu anım günlərini, bu xoş günlərini biz Qərbi Azərbaycanda keçirək, biz Göyçəmizdə keçirək, biz Zəngəzurumuzda keçirək və mən əminəm ki, buna biz qısa bir müddətdə nail olacaq. Azərbaycan xalqına da Allahdan gözəl gələcək xoş günlər və Novruz bayramı münasibətilə hər birini təbrik edirəm.